Təcili eniş, təyyarədə güllələnən var. Amerika Birləşmiş Ştatları vətəndaşı göyərtəsində 14 nəfərin olduğu təyyarənin qaçırılması cəhdi zamanı ölüb. Məlumata görə Tropic Air şirkətinin sərnişin təyyarəsi havada olarkən bıçaqla silahlanan 49 yaşlı Amerika Birləşmiş Ştatları vətəndaşı Akinela Sava Taylor hava gəmisini ələ keçirməyə çalışıb. Pilot hava dispetçerləri ilə əlaqə saxlayıb, bundan sonra təyyarə təcili eniş ərəfəsində Beliz dairəsi üzərində dövrə vurmağa başlayıb. Pilotlar təyyarəni ölkənin ən böyük şəhəri olan Belizin ərazisində yerləşən Philip Goldson Beynəlxalq Hava Limanına endirməyə nail olublar. Hüquq mühafizə orqanlarının əməkdaşları enişdən sonra təyyarəyə miniblər. Taylor həbsə müqavimət göstərib və ölümcül güllələnib. Qeyd olunub ki, Amerikalı bir neçə gün əvvəl turist kimi Belizə daxil olub, onun vizası olmayıb.